Herkese mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Çoxdandır vlog çəkmirdim, dedim qoy bir vlog da çəkək. Havalar soyuyub, məncə artıq kurtkamdan, vidimdən, fasonumdan bunlar bəllidir. Bu günləri abartlanıq, çünki biraz yaxşı, o kurtkanı eləməyəcəm. Bu günləri abartlanıq, çünki qış gəldi, qar yağdı hər yerə. Bakıdan başqa təbii ki, bütün dağlıq tərəflərə, nə bilim Şamaxı, Qəbələ, Quba, Gədəbəy, Kəlbəcər, Babat, yəni qar yağıb və bu qarda mən evdə oturdum. Normalda amma qara həmişə gedirdik, qaça-qaça gedirdik özdə. Sadəcə bu illəri maraqlı bir şeylər axtarıram açıq ki, maraqlı maşınla qara getmək istəyirəm, belə desəm və düşündüm. Maraqlı maşın deyəndə menümüzdə 3 dənə maşınımız var. M4'dür, Abart'dır, bir də Mazda'dır. Mazda tam hazır olsaydı əminəm ki, Mazda ilə gedəcəkdim. Amma Mazda hələ işi var, yəqin ki, yanvar, naxına kimi falan çəkəcək. M4'ü qarda aparıb riskə salmaq istəmirəm açığı, nəsə dəysə, eləsə falan. Çox xərcimiz çıxa bilər. Ona görə də M4 qaldı qıraqda. Bir dənə variant artıq Abart qaldı. Abartın da plusları nədir? Qabaq çəkən olmasıdır. Bir də ki 17'li diskləndir. Yəni təkər almaq daha uyğundur. Ona görə də gedirik indi təkər almağa. Təkər də tapmışam. Çıxaq yola, yolda ətraflı məlumat verəcəm. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən. Ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-a daxil olmaq kifayət eləyir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti tapır. İndi suallar gələ bilər ki, ay Fəxri, sən maşına təkər alıb qara gedəsi, o vaxtda qar əriyəcək. Düz deyirsiniz, razıyam, amma hal-hazırda bu videonu dekabrın axırı sonlarında çəkirəm. Yəqin ki, amma siz bayramdan sonra, yəni 2026-cı ildə bu videonu izləyəcəksiniz. Bu da o deməkdir ki, qardaş, yəni ilk qar yağdı. Deməli, yaxın dövrlərdə də nə bilim 1-2 həftədən birmi, ayda bir dəfə də olsa, yenə də bu dağlıq ərazilərə qar yağacaq. Yenə mən qara getmək istəyəcəm. Ona görə də dedim qoy next time, bir sonraki qar yağışında artıq bizim avtomobilimiz hazır olsun. Və yenə də deyirəm, seçimlər arasında Abart ən məntiqli gəldi ki, həm balacadır, çıqqılıdır, ora-bura dəymək riskimiz biraz azdır. Təkər olaraq R17 təkər almaq lazımdır. Yəni BMW alası olsaydıq 19-20'li təkər almalı olacaqdı. Yəni o biraz BMW biraz uzun məsələdir. Ona görə də axtarışlara başladım. Online bütün saytlara demək olar baxdım. Nə bilim Təkər Store, Radius, Təkər evi, indi kim var? Yəni ağlıma Google'da kim çıxdı qabağıma hamısına baxdım demək olar, amma hamısında ya yay təkəridir ya da 4 fəsil təkərdir. İstədiyim ölçü olaraq yenə qeyd edirəm. Mənə də 205-40-17 lazım idi. Əslində qış təkərinin tapılmamaq səbəbi məncə hamıya aydındır. Bəlkə də biraz şimal tərəflərdə, yəni Qubada falan dükanda bəlkə də qış təkər daha rahat taparsın. Amma Bakıda o qədər qar olmadığı üçün, o qədər belə desəm tələb olmadığı üçün, ona görə də normal olaraq təkər satanlar, bu dükanlar, mağazalar o tipli təkər gətirmir. Ona görə də neynədik? Üst tutduq ikinci əl bazarına. Hal-hazırda təkər bazarına gedirəm. Dünənlərdə story paylaşmışdım ki, bu ölçüdə qış təkəri axtarıram. Rəşad sağ olsun major bir dənə səhifə atdı TikTok'da ki, bəs bunlarda yaxşı təkərlər olur. Salam edik. Bunlarda yaxşı təkərlər olur və yəni ili təzə falan, ona görə də mən düşündüm ki, elə gedim ora. Danışdım, yazdım qardaşa, 205-40-17 yoxdur, 205-45-17 var. Passat qaz biraz hündür. Bizə okeydir, yəni sorun yox. Məncə 205-40-17 əvəzinə 205-45-17 də taxa bilərik. İndi gedirəm qardaşda, ikisi bir 2021'in təkəri olmalıdır. Gedirəm ora, görək, xoşumuza gəlir, ürəyimizə yatırsa. Qiyməti də açığı, qardaşım biraz danışdıq, indirim falan elədi. Hardasa $200 civarı, 340 manat civarı bir şey qərarlaşdıq. İndi gedək təkərlərə baxaq. Vəziyyəti yaxşıdsa götürək.
və imkan olsa da elə bu videonun dalıyca da gedək quraşdıraq. Orada da söhbət eləyərik. Gəldim, baxdım. İkisi Continental idi, ikisi başqaydı. Ona görə istəmədim. İndi baxıram ya komplekt başqa nəsə, ya da ki 2 dənə də başqa yerdən Continental tapsam. Yəqin gəlib ikisini buradan, ikisini də o tapdığım yerdən götürərəm. Bəlkə axtarırım da. Təkər bazarında fırlanırıq. A few moments later. Deməli uşaqlar, təkər məsələsini həll elədim. Gəzə-gəzə, dolaşa-dolaşa gəldim, çıxdım təkər yuma. Maşın bazarının yanındakı təkər bazarındadır. Məsələ nədir? Continental 4 dənə tapsaydım, götürəcəkdim. Açığı qiyməti də uyğun idi. Hardasa 320 manata hardasa gəlib çıxırdı. Sadəcə Continentalın ikisini də tapdılar. Ki ikisi oldu 21-ci ilin, ikisi oldu 17-ci ilin. 17-ci ilin təkərində açığı almaq istəmədim, yalan deməyim. Ona görə də gəldim, gəzə-gəzə dolanılan təkər yuma, 1-2 dəfə təkər yumdan təkər almışdım. M4-də bu yandırmaq üçün, zat üçün belə deyim. Elə buradan çıxdı. 205 45 17, amma Çin təkəri. Yəni Çin təkərdə istifadə etmişik neçə dəfələrlə. Camalla məsləhət elədim ki, Camal, səncə mən işlənmiş Continental alım, yoxsa təzə Kitay alım? Dedi, brat, təzə Kitaydan şaşma. Təzə Kitaydan al. Hardasa 320 manat əvəzinə 420 manata 4 dənə təzə 0 2025-ci ilin qış qar təkərini almış olduq. İndi görmədim, amma təkəri açığı, nə risimkasını, nə bir şey. Promoy elə bir ambardan gedir Camalın yanına taksi ilə təkərlər. Mən də gedirəm Camalın yanına. Sağ ol qardaşım. Mən də gedirəm Camalın yanına, gedək təkərə baxaq. Düşünürəm ki, zimli təkərdə yəni bir problem olmayacaq. Gedək elə birlikdə də maşın üstünə taxaq. Sonra oturaq gözləyək ki, qar yaxsın. Təkər bazarından da çıxırıq. Xırda-xırda getdik. Baş telefonum qaldı. Gəldik, çıxdıq Camalın yanına. Məkandayıq. Abartın təkərlərini dəyişəcəyik. Öz təkərləri açığı desəm, şporu yaxşıdır, Falkindir. Maşının üstündə, yəni alanda gələn təkərdir. Sadəcə bunun yol tutuşu xoşuma gəlmədi. Belə desəm, tapa bilməyəcəm. Nisbətən belə desəm, cot təkərdir. Ona görə də tormuzlanmada zatda nəsə çox da ürəyimi açmır. Ona görə də zaten mən təkər alacağım üçün bu maşına dedim, dekabr ayında elə bir dəfəlik qış təkəri alım ki, qara, buza, hər yerdə rahat istifadə edə bilir. Bir də ki, uşaqlar, çox adam bunu bilmir, onu da məlumat olaraq qeyd edeyim ki, qar təkəri, qış təkəri üçün sırf qar yağmalı deyil əslində. 10 dərəcədən aşağı düşdüsə temperatur, qış təkəri, yəni zimni təkər dediyimiz təkərdən istifadə etmək əslində daha məqsəd uyğundur. Çünki qış təkərinin tərkibi 4 fəsil və ya yay təkəri əvəzinə biraz fərqlidir. Ona görə də soyuq temperaturlarda nisbətən yumuşalır. Amma yay təkəri isə soyuq temperatura düşəndə bərkir, yəni plasmas kimi bir şey olur. Ona görə də nəysə də uşaqlar, yaxşıdır. Qışda qış təkəri taxmaq lazım. Bütün məlumatları verdim. Amma təkərlər taksi ilə gəlir deyə indi onu gözləyirik. Ona kimi də biraz Camalla söhbətləşim, görüm necədir, neynir, işləri nətərdir. Təkərlərimiz gəldi. İndi yolun qırağına çıxıram ki, qarşılayım. Baxış, hardadır ki? Gözümə dəymir. Heç nə. Gedirik. Təkərlərimiz gəldi. Axır ki. Qardaş, axıra kimi, sola axıra kimi. Konum olaraq göstərir, mənim Bura düşür. Allah köməyin olsun. Gün keçmir ki, taksi sürücüləri ilə dalaşmayaq. Səbirlə, təmkinlə onları yola verməyə çalışıram.
Zaman ucu doğruyur. Görək nədir? Görək nədir? Maşallah. Allah. Paycor. Hey, kontinental deyə bura. Xoşuma gəldi, çox. Maşallah. Super. Əsas olur. Qazacaq. Qazsın da, bura, qazmaq üçün almışım. Lipuçka da da birbaşa. Qarıb qazdı. Sadəcə deyərdim buzda da bəkəm getdi. Effekt verər. Ha, yoxlamaq lazımdır. Super. Başlayır bu stanovkaya. Nakladkamız da məncə yetərincə var. Maşının sürüşmə səbəbi Camalın da dediyinə görə bu təkərin həm Falcon olmağıdır, həm də artıq 6-cı ilin təkəri, yəni 2020-in təkəri olmağıdır. Bunun prosta bir sənəyə görə əzildi. Bunun üstündə kalpaklı zaşitli. Okey. Onu əziblər deyənə. Ona görə belə olub. Ha. Bu problemdir o. Niyə problem deyil, bağlanacaq yerinə, amma gələcəkdə inşallah Dəyişsəm yaxşı olur. hə, sadəsini də bu kalpaksız. Kalpaksız. Bu Range Rover'lərdə belə şey olur. Aha, okey. Disk yumurta ha. Bu arxada qabaqdır. Qabaq. Okey. Kovkada ha. Brat, bu diskləri mənə çox ləzzət edir. Ola bilər. Məsələn, yazı zad heç nə yoxdur. İçində də yoxdur. No zavatskoy diskidir. Dadanin kovka qardaş. Həri. Ha, onun obработкасından görürsən indi, kraskasından da bunu. Qəşəng. Sevindirirsən bax belə şeylər. Şu qabaq yumurta. Bu yumurta. Yumurta diskdəndir də deyirsən. Bəli. Şu aydındır. Aha, onlar 100% fərq eləyir əməli. qalmaqdan hamısı. Əsas çatı-matı yoxdur, var. Yazı deyirəm, tapacam da qardaş. Qəşəng. Tapacam da bunu. Başım Tayvan, brat. Kovka. Tayvan Kofka olur. Ha, həri, Fiat. Qəşəng. Razmeri zadı. Chrysler. Bu elə tema nədir, brat? Bu Meksika zavodunda yığılır bunlar. Bəli. Meksikanın teması. Ona görə Chrysler zad olmağı normaldır. O Tayvan çox vaxtı mən fikir vermişəm, var Range Rover'lə də Tayvan gəlir. Aha. 22'lik o şey deyirlər, ventilator. Ay sağ ol. Lezva disklər. Onlar hamısı Tayvan zavod. Qəşəng. Bu bir dənə sürtməsin 45. İnşallah hə. Çünki uşaqlar 205-40-17-dir üstündə. Biz aldığımız 205-45-17-dir. Bu da vəziyyəti. Qar znaklarını görürsünüz. Başqa nə deyim sizə? Ölçünü görə bilirsiniz. İli hardadır bu? İlini də tapın da. Baxaq. Ha, bu. 25-ci ilin 16-cı həftəsi. Amma uşaqlar, yəni belə yaxşıdır, elə bir güvən hissi verdi. Deməli uşaqlar, bu maşını birinci səfərdə disk təkərini sökürük deyə xəbərimiz yox idi. Disklərin ikisində əyrilər var. İndi Camal usta öz bu disk düzəltmə aparatına qoşur. Bütün bu əyrilər də həll olur və Camal da dediyinə görə deyir konkret fərq hiss eləyəcəksən maşını sürəndə. Çünki təkər köhnədir və daş kimi təkər. Təzə təkər, qış təkəri və bayaq da qeyd elədiyim kimi aşağı temperaturda, yəni 10 dərəcədən aşağı düşəndə temperatur qış təkəri həqiqətən öz effektini verir. Amma yayda siz qış təkəri sürsəz, əlbəttə ki, yəni effekt verməyəcək. Amelli belə yeri. 3-4 yerdə də belə. Okey. Pasapka az olmağına görə də olur. Hə, ola bilər. Burası yenə zavod şeydir. Reglament zavoddur. Bəli. Kovka deyə. Sən xoşlayırsan belə disklərlə oynamağı. Rezindir qardaş, getmir.
Engisizdir. Hə. Onu biraz düzəltmək çətindir. Plus kopka da biraz oynamaq lazım. Ay sağ ol. Enli olanda rahatdır düzəltmək. Mənə elə gəlir ki, belə maraqlı görüntü olmalıdır. Diskini ötəcək. Sıxmışam. Bu zavod təkəri ilə olan görüntüsüdür. İndi 2 dənə diski hazır elədik. İkisində elə problem var idi. Onlar hazır edildi. İndi təkəri üstünə taxırıq. Qəşəng görünür. Elə görək. Zamal ümumiyyətlə çoxalıb bu qışda zimni, yayda letni təkər vuranlar. Ha, bu il demək olar biraz önəm çox verir. Ha, hiss olunur hə bu. Bəli. Çünki soyuqlar уже başlayır yəni. Hə, hiss olunur bu qış nəsə soyuq ola bilər. Proqnoz var. Proqnoz var. Oy oy oy. O ralli diskinə oxşadı belə. Maraqlı. Belə proqnoz var ki, bu il şey olacaq. Soyuq olacaq. Soyuq olacaq. Uzaqdan. Ən qəşəng moment. Hoppa. Gəlir. Hoppa. Bir də yaxşı təkərdən səs çıxar. Qəşəng oldu ya elə bil. Həm kvadratdır. Ay sağ ol. Orada dişləri zadı. Ləzzətli. Nə sürtüb eləməsin, sürpriz eləməsin bizə. İnşallah. Təkər deyir sürməni. Təkər qar istəyir, buz istəyir, soyuq istəyir. Təkərə baxıb üşüyürəm bax bu dəqiqə. İş gedir. Super. Abartı. Qəşəng. Təkərin özüdür. Necə sevinirəm. Camal mənim alıb gətirdiyim təkərdən, zatdan ya da maşınımın diskindən razı qaldı. Çox sevinirəm ki, yəni da zor, okey verdi. Ona görə də bu prosesi də çox sevirəm uşaqlar. Bilməm, təzə təkər, diskin əyrisi burada düzəldi, orada balans oldu. Qardaş da çöldə yonur, stupitsaya oturan hissələr, diskin birbaşa maşına oturan hissələrini də təmizləyirik ki, qoy orada akisleniyada da heç nə qalmasın. Proses də gedir. Uşaqlar, sağ tərəfin disklərin üzərinə taxmışıq. Yəni vizual çox xoşuma gəldi, açıq desəm. Yəni konkret qara qışa hazırıq deyə bilərəm. Düzdür, indi o tərəf damkratda olduğu üçün biraz maşın göydədir. Ümumidə də biraz göydə olmalı. Çünki biz 40 əvəzinə 45 Passatkadan istifadə elədik, amma ya, görüntüyə bax. Yəni inşallah ki də sürtməməlidir. Əsas qabağa baxaq. Zazorumuz biraz azaldı, amma maşın aşağı düşəndə buradakı zazor biraz çoxalacaq. Məncə ondan da işimiz həll olacaq, amma görüntü belə daş qayadır da bildiyin. Bir dənə tam hazır olsun, son vəziyyətində sizə göstərəcəm. Uşaqlar hazır. Camala da bir dənə buradan təşəkkür, çox sağ ol. Uşaqlar, təşəkkür. Uşaqlar, yəni maşının vidi, fasonu, özü daha biraz belə edeyim. Görüntü verim sizə. Təkərlərimiz hazır. Arxa da eyni ilə. Görüntüsünü də göstərim belə. Qara qışa hər yerə getmiyorlar artıq. Özümə də maraqlıdır, çıxırıq yola. Belə millət, təzə təkərlər, avtomobil nisbətən yumuşaldı. Yəni əvvəl daha taxta kimi hiss edirdim. Belə deyim, təkərin vəziyyətini də məncə gördünüz, üzərindən çıxan. Yəni 2020-nin təkəri idi, artıq 6-cı ilə keçirdi. 2026-da 6 ilin təkəri olmuş olacaqdı. Amma indi qış fəsli, qış təkəri,
2025-in 0 təzə 4 dənə taxdıq. Düzdür, ölçü tapa bilmirdim. Ölçü çox çətinlik çəkdim. 205-40-17 əvəzinə 205-45-17 tapdım. Düzdür, ön hissədə sükanı tam fırladanda yüngülvarı patkrilnikə toxunma var. Düşünürəm ki, nə qədər toxuna bilər, yəni problem yaratmaz deyə düşünürəm. Amma ümumi avtomobildə yumuşaqlıq hiss edirəm. Bir də gözləyəcəm ki, indən belə qar yağsın, gedək qara. Sizin üçün də maraqlı bir video çəkək. Videomuzda uşaqlar, bu qədər idi. Bir günümü bir gün ərzində etdiyim bir prosesi çəkib sizlə paylaşdım. Zəhmət olmasa kanala abunə olaq. Deməsəm abunə olmursunuz, ona görə də məcbur hər dəfə deyirəm ki, kanala abunə olun, videomuzu bəyənin və bu formada mənə dəstək olmuş olursunuz. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək. Sağ olun.